Şuşa Qarabağ xanlığının mərkəzi kimi 19-cu əsrin ikinci yarısından etibarən Cənubi Zaqafqaziyanın konservatoriyası rolunu oynamışdı. Şuşa elm, mədəniyyət sahəsində görkəmli sənətkarlar yetişdirmişdir. Mən yüzlərlə misal göstərə bilərəm. Lakin bugünkü söhbətimizin qəhrəmanı mənim tələbəm Ramiz Qəmbərovdan getdiyinə görə mən istərdim ki, bütün söhbətimizi Ramiz Qəmbərovun üzərində cəmləşdirək. ...1962-ci ilin iyulun 4-də Ramazan anadan oldu. Çox mehriban, qoçaq, harada desəm bağməzəli uşaqdır. Əldən çox it idi. Əldən də it idi, dildən də it idi. Başarığı da vardı. Mən Şuşa şəhər 3 saylı orta internat məktəbində direktor işləyərkən Ramiz Qəmbərova mən dərs demişəm. Ramiz Qəmbərova mən tarix dərsi deyəndə qəhrəmanlıq göstərən Azərbaycanlılar haqqında danışanda onun gözlərində xüsusi parıltı əmələ gəlirdi. Sanki özünü qəhrəmanlardan biri hesab edirdi. Və mən onun gözlərinin içinə baxanda hiss edirdim ki, Ramizin gələcəyi qəhrəmandır. Mən Ramizə 9-10-cu sinifdə Azərbaycan dili və ədəbiyyatdan dərs demişəm. Ramiz elə uşaqlığından fanatik idi. Düz 40 il bundan əvvəl 1974-cü ildə mən Şuşa Musiqi Məktəbində istəvə pedaqoji fəaliyyətə başlayanda mənim ilk şagirdlərimdən biri də Ramiz Qəmbərov oldu. Ramiz Qəmbərov ilk gündən özünü bacarıqlı, qabiliyyətli və istedadlı bir şagird kimi göstərdi və bunun belə olmağı da məni hədsiz sevindirdi ki, bu uşaqla yaxşı məşğul olmaq olar. Çargah muğamını daha çox sevirdi. Segah muğamını daha çox sevirdi. Həmişə musiqi məktəbindən çıxıb evə qədər tarı çala-çala gəlirdi. Hamı da baxırdı, bütün şəhər onun xəssiyyətini bilirdi. Biz o vaxt fikirləşirdik ki, onu ancaq musiqi tanıdar hamıya. Məktəbi qutaranda Bakıya gəldi, instituta verdi, kəsildi, sonra əskəriyə getdi. Gələndən sonra yenə əmək fəaliyyətini davam elətdirdi. Kolxozlar arası təmir tikinti idarəsində. İşlədiyi idarədən onu ilk partiya təşkilat katibi seçdilər. Sonra məlum oldu ki, SSR o zamanki məkan üçün bu ilk partiya təşkilat katibidir. Yaşının ən az olmasına görə. 1988-ci ilin qışında belə bir xəbər yayıldı ki, Şuşanın ətrafında, Xankəndinin ətrafında, təpəliklərin üzərində ağ bayraqlar var. Hamı buna təəccüblə yanaşırdılar və cəmaət təlaş içində idi. Bu ağ bayrağın mənası nə deməkdir? Ramiz mənə gəldi, dedi ki, müəllim, bu ağ bayraqlar o deməkdir ki, ay Azərbaycan təslim olun, Dağlıq Qarabağın, Qarabağ ərazisi bizimkidir. Bunu Ramiz ilk dəfə dedi, ancaq o dövrdə Şuşanın rəhbərləri buna bir o qədər də əhəmiyyət vermədilər. Elə bax, o illərdən də başlayaraq onun torpağa, vətənə olan məhəbbəti artdı. 88-ci ilə qədər Şuşada olan hər bir gənc kimi, onlardan fərqlənməyən, sadə, səmimi bir Ramiz kimi tanıyırdı. 1988-ci ildə sanki Ramiz birdən-birə dəyişdi. Çox bir ağır yükün altına girdi. Onda Ramizin 25-26 yaşı olardı bu vaxtlar idi. Və Ramiz bir şəxsiyyət kimi özündə hörmət, izzət qazandı. O vaxtlar idi ki, mənfur düşmən torpaqlarımıza göz dişmişdi. Belə bir vaxtda Ramizin lider kimi tanınması, formalaşması təbii ki, onun malik olduğu xarakterdən irəli gəlirdi. 1989-cu yanvar ayının 22-si olardı. Şuşada xüsusi idarəçilik formasının tətbiqi ilə əlaqədar olaraq şəhər klubunda Volski ilə görüş oldu. Və orada Ramiz də iştirak edirdi və Ramiz Volskiyə belə bir sual verdi ki, siz səmimi niyyətlə gəlmisinizmi Azərbaycana, yoxsa gəlib burada xristiyan, İslam amilini əsas götürərək ermənilərə üstünlük verəcəksiniz, millət qırğının qarşısını alacaqsınız, yoxsa yox? Volskiyə onun dediklərini tərcümə elədilər və Volski orada gülümsüdü. Gülümsənəndə Ramiz Qəmbərov əsəbləşdi və iclası aparana siz nəzərdə saxlayın ki, yanvar ayının 12-sindən etibarən Qarabağ ermənilərin ixtiyarına keçir. Çünki xüsusi idarəçilik komitəsi heç də Azərbaycanlıların xeyrinə deyil, o ancaq ermənilərin xeyrinə bu işi həyata keçirəcəkdir. Dedi ki, Qarabağ, Şuşa sizin üçün eksperiment olan yerdir. SSR dağılandan sonra bu neçə il davam eləyəcək bu məsələ? Dedi, ola bilər 3 il, ola bilər 30 il. 1989-cu il yay ayında Polyanişko başda olmaqla Bakı şəhərindən bir qrup nümayəndə gəlmiş Şuşaya. Bazar başında çoxlu adam vardı. İğnə atsaydın yerə düşməzdi. Ramiz Qəmbərov da onların bölündə dayanmışdı.
Polyanişko rusca belə bir söz işlətdi ki, Şuşa kimindirsə, Qarabağ onuncudur. Ramiz Qəmbərov dedi ki, Şuşa bizimdir, Qarabağ da bizimdir. Ermənilər bu ərazilərə gəlmədilər. Onları bura vaxtıyla Rus imperiyası köçürüb gətirib, məskunlaşdırıbdır. Onun dediklərini tərcümə elədilər. Polyanişko gülümsüdü. Ətrafdaşına dedi ki, oxşur ki, bunda milli hisslər olduqca güclüdür. 89-cu ilin boyab hadisələrinin çox qızğın çağı idi. İnsanlar topxana hadisələrinə etiraz üçün indiki hökumət evinin qarşısına yığışmışdılar və böyük narahatlıq vardı cəmaatda. O vaxt mən vəziyyət barədə obyektiv məlumat gətirmək üçün Şuşaya gedəsi oldu. Əvvəlcədən tapşırıq belə idi, gedim gözümlə görüm, gəlim günün ekran xəbərlər proqramında danışım. Mən də getdim vəziyyəti yerində yoxladım. Əvvəlcə Şuşaya enməmişdən Topxanaya endik. Oradan qalxdım, əslində Bakıya qayıtmalıydım, amma endim Şuşaya. Ya məqsədim nə idi? Məqsədim o idi ki, bu narahatlığı efirdə cəmaata daha yaxşı çatdırmaq üçün yerli əhalinin bir nümayəndəsini də özümlə gətirim. Düşdüm Şuşa cəmaatının elə cıdır düzündə biraz söhbət elədik və dedim ki, kim mənlə Bakıya getmək istəyir? Soraqlaşdım, bir də gördüm ki, özü yaxınlaşdı. Gedirsən Bakıya? Dedi, hə, gedirəm. Adın nədir? Ramiz. Ramizlə oturduq vertolyota. Ramiz dedi ki, orada böyük tikinti gedir İlqar müəllim. Orada çox böyük narahatlıq var. Cəmaat da onun narahatıdır. Dedim, Ramiz, gəl onda belə eləyək. Mən pilotdan xahiş eləyim, o yerləri yuxarıdan bir-bir öz gözündən gör ki, nə var, nə yox. Bir-bir oralara hərrəndik dedi və bir söz gəzirdik onda dərədə güya bir 5 mərtəbə bina tikirlər. Keçdik o dəriyə sarı da uçduq. Belə gəldik, çıxdıq Bakıya. Elə gəldik ki, 5 dəqiqə, 3 dəqiqə qalıb. Ramizin qolundan tuttum, birbaş girdi efirə. Vəziyyət barədə mən məlumat verdim. Ramiz də mənim sözlərimi təsdiq elədi. Dedi, yox İlqar müəllim, mən meydana getmək istəyirəm, məni aparsınlar da bir nəfər olar. Getdim meydana, sonra eşitdim ki, meydanda da çıxış eləyib, vəziyyət barədə məlumat verib. Elə bir hadisə baş vermirdi ki, 88-ci ildən etibarən Qarabağla bağlı olsun, torpaqla bağlı olsun, önəmli bir hadisə ola bilməzdi ki, Ramiz orada olmaz. Zaman da itirirdi, sağlamlığını da itirirdi. Bu vətən uğrunda bu itkilər ondan ötəri bir ləzzət mənbəyidir, zövq mənbəyidir. Fəxr eləyirdi ki, torpağımızdan ötəri belə əziyyət çəkmək olar. Bir neçə yoldaş hər axşam Şuşada gəzintiyə çıxardıq. Siz təsəvvür edin, narın qar yağır, təmiz hava, yeridikcə ayaqlarının altında qar xırçıldayır. Saatlarla gəzişirdik. Problemi müzakirə edirdik, hansı yollarla çıxmaq olar və söhbətlərin birində Ramiz mənə təklif elədi ki, sən tarixçisən, qeydiyyat apar. Burada baş verən hadisələrlə bağlı. Gələcək üçün lazım olacaq. Mənə düzü qəribə gəldi ki, hər hansısa bir hadisə olur, amma nə mənası var qeydiyyatını aparmağa. Ancaq zaman göstərdi ki, Ramiz nə qədər haqlıymış, uzaq görən insan imiş. 20 yanvar hadisəsi ilə əlaqədar keçirilən mitinqdə Ramiz Qəmbərov Sovet ordusunun qanlı cinayətlərinə etiraz əlaməti olaraq partiya biletini çıxartdı və onu orada yandırdı. Həmin çıxışında uzaqgörənliklə belə bir fikir də irəli sürdü ki, yanvar hadisələri Sovet imperiyasının süqutunu sürətləndirəcəkdir. Mən belə fikirləşirəm ki, bu dövlətin öz xalqına qarşı ən böyük cinayətidir və imperiya siyasətinin tərkib hissəsidir. Belə bir cinayətə yol vermiş dövlət yaşamağa haqqı yoxdur. Heç kimin deyə bilmədiyi sözü Ramiz deyirdi. Yəni Sovet hökuməti səhər qayıda bilərdi. Ramizin nəslin kəsərdi, kökün kəsərdi. Müharibə qızışan günə qədər artıq Ramiz Şuşa əhalisinin içində qəhrəmanlaşmışdı. 1990-cı ildə Şuşa rayon polis idarəsi nəzdində olan mühafizə bölməsində işləyən zaman rəis tərəfindən göstəriş aldım ki, sənədləri aparıb Stepanakerte vermək lazımdır. 3 nəfər getdik ora, bizi erməni saqqallıları girov götürürlər və bildirdilər ki, siz girov götürməkdən məqsəd Şamiyan Selski rayonunun icra başçısını tutublar, onunla dəyişməkdir. Ramiz gecə-gündüz yatmırdı, bütün kanalların hərəkətə gətirmiş ki, Ağacanyanı tapıb bizlə dəyişdirir və nəticədə Ağacanyanı qardaşlarına təhvil verir və biz 4 nəfəri girovluqdan azad elədi. Ramiz bizi oradan xilas eləməyi o dərəcədə səs yaydı ki, tarixə düşdü. 1991-ci ilin noyabr ayında Şuşa Ərazi Müdafiə Batalyonu yarandı. O yaxın vaxtlarda da Ramizin özünün təşəbbüsü ilə könüllülərdən ibarət silahlı dəstə təşkil olundu. Və çox böyük çətinliklə, çünki bu taburun saxlanılması, bunlar hamısı həm xərc, həm vaxt istəyirdi. Məhəllə postlarını birləşdirib bir tabur şəklinə saldıq və həmin vaxtdan Ramiz komandiri, mən də qərargah rəisi oldum həmin taburun. Xurşudbayın Atavanın malikanəsində, sonradan uşaq sanatoriyası olmuş bir yerdə biz taburun yerləşmə yerini çaldıq ora
Sözsüz ki, o dövrdə hərbi səfərbərlik dövlət səviyyəsində aparmamışdı. Heç kimə nəyisə əmr etmək, məsuliyyətlə yerinə yetirmək mümkün deyildi. Hamı könüllü şəkildə gəlmişdi. Ramiz intizamlı, döyüşkən, öyünə bilinəcək bir batalyon formalaşdırdı. 91-ci ilin dekabr ayının axırları idi. Erməni tərəfi Kərcanı tamamilə işğal eləmişdik. Biz getmişdik geri almağa. Geri ala bildik. 3 gün qaldıq, kəndi müdafiə elədik. Dedim, Ramiz, 3 gündür buradasan da. Sən də get bir dincəl, istirahət elə. Dedi, nə deyirsən? Deyirsən, mən çıxım desinlər ki, Ramiz qaçdı döyüşdən. Mən zəng elədim Ramizgilin evinə. Ramizin atası cavab verdi. Dedi, bəs Ramiz yoxdur evdə. Xocalı ilə əlaqədar olaraq mövqedə durubdu ki, oradan ermənilər Şuşaya hücum eləyər. Səhər mən Ramizlə görüşdüm. Gördüm ki, Ramiz ağlayır. Dedi ki, Yunus bəy, siz bilirsinizmi ki, Xocalıların başına nə oynaşıblar? Ramizə Xocalı hadisəsi mənəvi cəhətdən ağır təsir göstərmişdi. Deyirdi ki, heç cürə bu qanlı hadisəni yerdə qoymayacağım. Mən öz adımdan hamınıza müraciət edirəm. Türk bu günləri Türkiye'nin Adalet Karabağ'da yaşayan Azerbaycanlıların hayatı olur ve yaxud ölümdür. Biz bugüne kadar ölenlerimizin ruhu karşında ya torpağımızı müdafiə eləməli ya da Bir günləri gördüm çıxıb tribunaya. Cəmaət töküldü mənim üstümə. Dedi ki, sənin oğlun çox sözlər danışır orada. Bu evə çağırdı, gətirdi atası. Dedi, papa, məni öldürsəniz də mən bu yoldan əl çəkməyəcəm. Ya öləcəm, ya əl çəkməyəcəm. Ramiz vətən üçün nə lazımdır son elədi. O dövrdə Ramizin gücü nə idi son elədi. Elə adam vardı ki, gecə axşam gedirdi, isti yorğan döşəyində yatırdı. Ramiz buşlatına bükülüb əskərlərin arasında yatırdı. Şah cəmaatı günə qədər düşmən qabağında möhkəm dayanıb, baxmayaraq ki, rəhbərliklər həmişə onları durdurur. Ben əminəm ki, bizim bugünkü Şuşada olan qüvvəmizlə birləşsək, hərbi nizam-intizamı qəbul eləsək, Şuşanı tam müdafiə edə bilərik. 92-ci il aprel ayının 28-dən 29-una keçən gecə Öküzüçan deyilən yer deyilir. Ən güclü mövqedir, çətin mövqedir. Oradan bizim rabitəçi saat 5-də gecə məlumat verdi ki, bizi qırdılar. Dərhal batalyonu götürüb həmin mövqeyə getdim. 3 istiqamətdən biz Öküzüçan dağını geri qaytarmaq üçün hücuma keçməyə başladıq. Biz oranı alanda gözləyirdik ki, hardasa bizə kömək gələcəkdir. Rasiyanla da xəbər verirdi ki, kömək gəlsin. Alıb oturmuşduq orada. Saat 11 radələrində Şuşa rayon polis şöbəsindən bizə məlumat gəldi ki, Qaybalı kəndində ermənilər hücum eləyibdi, ora kömək lazımdır, kömək istəyirlər. Ramiz Qəmbərova mən vəziyyətə danışdım, dedi, hökmə getmək lazımdır, kömək eləmək lazımdır, qardaşlarımızla getməliyik. Durun gedək, belə qürurlu adam idi. Qalxdı, dağımız qalxdı, komandir də gedir. 45 dəqiqə həmin yüksəkliyə çatdıq. Yüksəklikdə gördük ki, böyük bir dəstə dayanıb orada. İçərisində bir qadın da vardı, səhv eləmirəmsə. Mən Fəxrəddin Səfərovun batalyonda xidmət edirdim. Şuşa taburunun Kərcihan bölüyündə. Axşam toranlayanda hava yavaş-yavaş da qar yağırdı. Bu zaman dedilər ki, bəs Ramiz gəldi. İnanırsınız, ora çatanda elə bir ki, biz uşaqlarda bir ruh yüksəkliyi yarandı. Hamı Ramiz gəlibdi, köməyə gəlib, Ramizin dəstəsi gəlib. Belə adı sanlı olan idi. Gəldi, oturduq, görüşdük, bizi təbrik elədik, o mevqeləri götürmüşük. Yüksəkliyi geri qaytarandan sonra bir neçə dəqiqəli istirahət etmək üçün hər kəs əyləşdi. Söhbət edirdilər, mən də qulaq asırdım ki, növbəti hücum əməliyyatına keçmək. Ramiz Qəmbərov israr edirdi ki, irəliyə getmək lazımdır. Onun belə bir xüsusiyyəti var idi ki, İstəyir ki, hansısa qəti bir döyüşə atılsın və orada nəyəsə nail olsun. Söhbətdə müdaxilə zamanı o belə çöndü, baxdı. Məndən soruşdu ki, sən ki, balaca uşaqsan, burada nə edirsən də, bu uşaqları niyə bura gətiriblər? Dedim, mən uşaq deyiləm də, mən 18 yaşım artıq tamamlamışam. Bir ilə yaxındır ki, döyüşlərdə iştirak edirəm. Belə güldü, bir söz demədi. Yəni, mənim ilk və sonuncu tanışlığım oldu orada. Bizim bölük Öküzüçan yüksəkliyini müdafiəsində qaldı. Onlar isə irəliyə hücuma keçdilər. Məsləhət elədi ki, mütləq Kərgicana hücum eləməlidirlər. Hücum əməliyyatı quruldu. Dedilər ki, biz bir post almışıq. Bu postları da götürsək, Qaybalı, Kərgican tamamilə bizim əlimizdə. Bir də Stepanakert kəndinin bir hissəsi bizim nəzarətimiz altında olar. Plan həqiqətən yaxşı plan idi, ancaq belə oldu ki, döyüş başlayanda atılan top
bizim əskərlərə, yəni Mehmanın əskərlərinə yaxın düşdüyünə görə Mehmanın özünü də yaralamışdı. Onlar geri çəkildilər. Geri çəkiləndə istər-istəməz Ramiz pis vəziyyətə qaldı. Sonra belə olubdu ki, Ramizgil orada gedib erməninin əhatəsinə düşüblər və orada ona görə qanlı döyüşlər gedib. Ramizgil o döyüşlərdə biz bildik, düşmən tərəfinə də böyük itki verə bilmişdilər. Bir müddət keçdikdən sonra gördük, dərədən güclü atışma səsi gəlir. Bu vaxtı Dərman bir də çağırdı ki, ay bir tezliklə Ramizi vurdular. Qaçdım arxaya ki, Ramizin həqiqətən o kolun dalından, böyrəyinin altından, arxadan güllə dəyib. İnan bir damcı da olsun qan çıxmayıbdı. Hələ mən elə başa düşdüm ki, yəqin hansısa bir qəlpə-məlpə Ramizin arxadan dəyə bilər. Mən Ramizin avtomatını çiynimə aldım, kömək elədi, Ramizin bir əli ilə qolumdan belə tutdum. Qoluma girəndə, biraz qabağa gedəndə düşmən erməni tərəfdən yenə atışmaya başladı. Başlayanda Ramiz dedi ki, məni burax, səni də vurarlar, qayıt. Bu söz elə mənə bəs elədi, pis oldum ki, komandirim mən bunu çatmalıyam. Öz avtomatımı da attım arxaya, Ramizi iki qolundan tutub, çiynimə alıb. Hardasa bir 40-50 dəqiqə Ramizi sakit yerə çıxarda bildim. Bir xeyli müddətdən sonra Qaz 66 markalı dəmir kuzalı bir maşın gəldi Kosalardan, içərisində bir həkimlə. Həkim baxdı bunun yarasına, dedi ki, 5.45 avtomat gülləsidir, giribdi, çıxmayıbdı. Dedi, buna bir ağrız kəsici vurum, amma təcili aparın Şuşaya qospitala. Kuzada məcbur oldum, uzandım, çünki heç bir xərək zad yox idi götürməyə. Uzandım, Ramizi aldım qucağıma. Yoldakən hələ mənə dedi ki, mən yaralıyam, ola bilər olmayın, çalışın batalyonu qoruyun. Ola bilər Bakıya aparsınlar məni. Batalyondan müğayət olun, dağılmasın. Qospitalına, xəstəxanasının həyətinə biz çatanda, inanın, bəlkə də Şuşada olan əhali hamısı yığışmışdı ora ki, Ramiz yaralanıb gəliblər. Gördüm ki, bunun qardaşı İlyas, qardaşı deyir ki, qaqa nətərsən? Deyəndə istədi dura. Qalxa bilmədi, ağır şey eləmədi. Əli ilə işarə ilə, barmağım ilə qava elə ki, əla. 92-ci ilin 29-u aprel günortadan sonra idi. Şuşa ərazisində çox ağır bir döyüşlər gedirdi. Biz hər gün, hər saat ermənilərin hücumuna məruz qalırdıq. Belə bir günlərin birində Şuşa Özünü Müdafiə Batalyonunun komandirin ağır vəziyyətdə Şuşa Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirdilər. Mən Ramiz Qəmbərovu müayinə elədim və gördüm ki, vəziyyəti həddindən artıq ağırdır. O sol böyürdən dəymişdi, politravma biz deyirik. Yəni eyni vaxtda çox orqanların zədələnməsi olanda həyatla mübarizə çətin olur. Lakin o kontakta girə bilməməyinə baxmayaraq, o yenə də Şuşa haqqında danışırdı. Şəxsən mənim yadımdadır ki, o dedi ki, mənim Şuşa haqqında çox böyük fikirlərim var idi. Çox böyük fikirlər. Heyf ki, mən onları yerinə yetirə bilmədim. Mən isə ona ürəkdirək verdim ki, hələ həyat qabaqdadır, sən narahat olma, hər şey yaxşı olacaq. Amma bilirdim ki, artıq Ramiz Qəmbərov üçün həyat qurtarırdı. Ramiz çox qan itirmişdi. Ramizə qan vermək üçün bəlkə də 200-dən artıq adam yığışmışdı. Qan köçdü, qan əvəzedicilər köçdü, hətta işçilərdən, bizim qızlardan da qan verən oldu. Ancaq aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, Ramiz demiş ki, yalnız erməni mənim cəsədimin üzərindən keçib Şuşaya girə bilər. Və o dediyi kimi də oldu. Yəni, məhz onun vəfatından sonra erməni onun, belə deyək də, cəsədin üstündən keçərək Şuşaya daxil oldu. Və onun kimi nə qədər igid oğullarımız getdi. O özü də bilirdi ki, əvvəl-axır bu vətən uğrunda, torpaq uğrunda həlak olacaq, şəhid olacaq. Ancaq ya şəhid olacam, ya da ki, bu işi qazanacam. Amalı buydu. Mən Ramizə borçluyam.
Mən can borcuyam. Ramiz mənim batalyonuma köməyə gələndə şəhid olur. Ramiz millət üçün, dövlət üçün əzab, əziyyət çəkdi, canın qoydu, qanın tökdü. Bir Ramiz elə bir zirvədədir ki, əlçatmaz bir zirvədədir. Şuşada Cıdır düzündədir, o bizi gözləyir. Mənə elə gəlir ki, o torpaqların keşiyindədir. Mənə elə gəlir ki, onun ruhu, yanında onunla birlikdə şəhid olan uşaqlar orada əli silahlı bizi gözləyirlər. Vətən öz şəxsi mənafeyini Ramiz kimi qurban verə bilənlərin hesabına yaşayır. Ramiz bugün yaşayardı, bəlkə bir vəzifə sahibi olardı, gözəl ailəsi olardı, plan olardı, bəlkə də. Amma o Ramiz olmayacaq. O Ramiz elə Şuşada qaldı. Əmmin ölümündən və Şuşanın işğalından 22 il keçir. Mənim də 22 yaşım var. Mən Şuşada olmamışam, havasından udub suyundan içməmişəm. Ancaq o torpaqlar mənim üçün doğma və əzizdir. Çünki o torpaqlar mənim əcdadlarımın torpağıdır. Mən əminəm ki, vaxt gələcək o torpaqlara mən də gedəcəm. Cıdır düzünə, Xankəndinə, Şuşaya gedəcəm. Hər dəfə mən qəbir üstə çıxanda deyirəm, qardaş, sənin arzularını həyata keçirdik, batalyonu qorudub saxladıq. Sənin batalyonun postda olan döyüşçülərin heç biri 1 metrdə olsun postdan çıxmadılar. Şəhid oldular torpaqlarımız uğrunda. Biz onu qoruduq, onu elədik, qardaş. Ancaq gücümüz çatmadı. Ancaq bizim artıq qüdrətli dövlətimiz, güclü ordumuz var, torpaqlarımızı azad etməyə hazırdır. Və bu yolda mən də onun silah yoldaşları da özümüzü həmişə hazır bilirik. Qurban etmənin vaxtı çatıbsa, səndən hansı namərd əsirgəyər can? Qoyuram başımı ayaqlarına, ey ana torpağım, ey Azərbaycan. Üstünə ateşlər yağan torpağım, məhəbbət ocağım, ülfət ocağım. Ay mənim hamıya bar verən bağım, ah çəkmə buludlar yanar.